Hörmətli izləyicilərimiz, bizdən soruşurlar ki, məktəbə yaxın, tam təmirli, yola da yaxın ev istəyir. Plus əşyalı da olsun. Bu ev əsl siz axtaran tipdədir. Yerləşmə yeri haradadır? Maçlar qəsəbəsində 128 nömrəli məktəbin tam arxasında. Yaxınlığında supermarketi, məktəbi, marşrut xətlərinə yaxın. Tam olaraq 2 sotdan bir balaca böyükdür həyətə olaraq. Yəni rahat bir şəkildə bir neçə maşın həyətə daxil olur. Yerdəndir ki 11 daş kürsüdür mənim qardaşım. 4 otaqlı evlər arasında deyərdim ki bu rekord bir göstəricidir. 11 daşın üstündə. Alt hissəsi də padvalladır. Mənim qardaşım biraz zəhmət olsun buranı göstərək yüngülvari. Rahat bir şəkildə altına gəzmək olur da. Bütün otaqlara keçmək mümkündür alt hissəsindən. Buradan da sol tərəfdən də. Buranı göstərə bilərsiniz, göstərək zəhmət olmasa. Soldan evin yanına və arxası keçmək mümkündür. Tam təmirli 4 otaq. Demək olar ki 95% əşyalar evdə qalacaq. Darvazası böyükdür, yəni göstərdim mənim qardaşım. Keçək indi evə. Əsas içərisidir, içərisini göstərmək lazımdır. Qiymətdə idealdır. Keçdik evin içərisinə. Deməli, gördüyünüz kimi həyəti kimi içərisi genişdir. Bura koridor olan hissə, solda belə bir geniş, böyük bir qonaq otağıdır. Lüstrlər falan da hamısı yerli yerində. Onu qeyd edeyim ki, dediyim kimi bəzi əşyalar çox əşya. 95% də harcı. Yarısından çoxu qalıcı əşyaların. İndi inşallah o söhbətlər ev sahibinin olunacaq söhbətlərdir. Mənə dedi ki, belə qeyd edeyim videoda. Bura qonaq otağı idi belə böyük gördüyünüz kimi. Aboylar da qəşəngdir. Yəni adamın ürəyi açılır evə girəndə. Bir var evə girsən sıxılırsan, burada heç bir şey yox. Keçdik mətbəxə. Gördüyün kimi var mətbəxdə. Mebeli falan hamısı yerli yerində. Kommunallardan da daimidir, varıdır. Qazı da, işığı da, hər bir şey. Ev özü cütdaşlandı, keyfiyyətli də söz ola bilməz. Yəni tikintisinə söz ola bilməz. Hamısını çəkir qardaşıma yüksək səviyyədə təqdim edir sizlərə. Keçək. Yerdə qalır burada 3 yataq otağı. Deməli, burada yerləşir birinci böyük yataq otağıdır. Pəncərəsi də birbaşa öz həyətinə baxır. O yan hissi göstərdim sizə. Düz ora baxır. Yəni məsafəsi də var, yəni hava falan yəni gəlir. Belə deyək. Ev özü cütdaşlandı. İsti sistem kombidir. Bu arada onu da qeyd eləməmişdim. Kombisi var. Radiatorların üstündə işlək bir vəziyyətdə. Otaq geniş, söz ola bilməz. Keçdik digər, kiçik olan yataq otağı. Deməli, burada belə bir kiçik yataq otağıdır. Göründüyü kimi. Buranın pəncərəsi birbaşa öz həyətinə baxır. Sonra çıxarışı da ki, burada bu katastrdır. Mən çıxarışını tapa bilmədim burada. Katastr yəni var. Paket kupçadır ya, onu da qeyd edim. Evin də, torpağın da xüsusi mülkiyyət çıxarışı və əşyalı. Qiyməti bir dənə az qalıb deyirəm inşallah. Bir dənə otağa təqdim edək zəhmət olmasa. Bir dənə sanitar qovşağı keçdik. Hal-hazırda deməli göründüyünüz kimi duş kabininə qədər var. Səliqəli bir şəkildə. Geniş böyük hamam otağıdır. Sanitar qovşaqdır. Və keçirik indi digər bir axırıncı, sonuncu yataq otağına. Keçdik sonuncu digər otağa. Burada geniş gördüyün kimi otaqdır. Böyük otaqdır, yataq otağı. Təmirlidir də, yəni bu evə söz yoxdur. Yerləşmə dediyim kimi Maçlar qəsəbəsində, Kirav dairəsinin yaxınlığında 128 nömrəli məktəbində tam arxasında. Yolu da idealdır. Yerləşmə yeri də idealdır. Sakit bir ərazidədir. Qiymət dediyim kimi deyirəm 128 min manat. Əşyalı ya, paket kupça. Real alıcı gəlsə inşallah sahibi tərəfindən endirim olacaq. Əlaqə nömrələrimiz səhifənin biosesində mövcuddur. Əgər sizdə bu ev maraqlıdırsa səhifəmizə daxil olub nömrələ əlaqə saxlaya bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.